Göyçayda 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Mövsümov Fərid Zakiroğlu'nun şəhadətinin 5-ci il dönümü münasibətilə anım mərasimi keçirilib. Tədbir rayonun Şəhidlər Xiyabanında şəhidin məzarı önündə təşkil olunub. Mərasim əvvəlcə vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, dini rəhbərlər, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər və şəhidin ailə üzvləri iştirak ediblər. Çıxış edən natiqlər qəhrəman Fərid Mövsümovun döyüş yolundan, onun göstərdiyi igidlik və vətənpərvərlik nümunələrindən danışıblar. Daha sonra məktəblilər şəhidin xatirəsinə həsr olunmuş şeirlər səsləndirib, ruhuna dualar oxunub, məzarı üzərinə gül dəstələri düzülüb. Fərid Mövsümov 1987-ci il sentyabrın 19-da Göyçay şəhərində anadan olub. Azərbaycan ordusunun əskəri olan Fərid Mövsümov 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsində iştirak edib və oktyabrın 30-da qəhrəmancasına şəhid olub. O, Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Fərid Mövsümov ölümündən sonra vətən uğrunda Füzulinin azad olunmasına görə və cəsur döyüşçü medalları ilə təltif edilib. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.